Salam, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi biz İbtidai İcma Quruluşunu Azərbaycan tarixindən birinci mövzunu öyrənirik. Və ona görə də İbtidai İcma Quruluşu abidələrinin xəritə üzərində yerinin təyin olunmasına baxırıq. Deməli, başlayırıq paleolit dövründən. Bildiyimiz kimi paleolit dövrü Azərbaycanın Qarabağ, Qazax, Lerik, Kəlbəcər, Mingəçevir, Naxçıvan bölgələrində araşdırılmışdır. Həmçinin digər bölgələrdə xəritə üzərindən baxsaq, deməli, baxırıq Qazax ərazisinə. Qazax ərazisi xəritənin qərbində bu qutaracaqdadır. Daş salahlı damcılı mağaraları yerləşir paleolit dövrünə aid. Gördüyümüz kimi Baba Dərviş abidəsi də verilib. Baba Dərviş abidəsi erkən Tunc dövrünə aiddir. Sonra baxırıq, deməli Qazaxda dediyimiz kimi daş salahlı damcılı. Gəlirik Lerik ərazisində Buzeyir mağarası xəritənin cənubunda qutaracaqdadır. Mingəçevir su anbarının bu qutaracaq hissəsində, bax bu hissədə, aşağı hissədədir. Bir dəqiqə olur bura Qaraca ərazisi. Bu da paleolit dövrü abidəsidir. Lerikdə Buzeyir dedik. Naxçıvanda olacaq Qazma mağarası. Kəlbəcər ərazisi bildiyimiz kimi bu ərazidir. Zar mağarasıdır. Azıq Tağlar mağarası isə gördüyümüz kimi bu ərazidə yerləşir. Başqa bir şey qalmadı ki, Mingəçevirdə Qaraca, Kəlbəcərdə Zar, Qarabağda Azıq Dağlar, Lerikdə Buzeyir, Mingəçevirdə Qaraca, Naxçıvanda Qazma düşərgələridir. Paleolit dövrü abidələri müasir xəritə üzərindən də baxarıq. Bundan başqa bu xəritədə təyin eləmək istəsək digər əraziləri, məsələn, deməli Neolit dövrünə aid bildiyimiz kimi Tovuz ərazisində Göytəpə var, hansı ki bu gördüyümüz kimi deməli, bu hissədə Gədəbəyin üzərində yerləşir Tovuzda Göytəpə. Bir də Ağcabəddə Kamil təpədir, hansı ki bu Ağdamı tanıyırıq. Bu Ağdamın yanındakı da bu sağ hissəsində də Ağcabədidir, Kamil təpədir. Ümumiyyətlə Neolit dövrü Azərbaycanda həm Tovuzdakı Göytəpədən, bir dəqiqə silim. Onları həm Tovuzdakı Göytəpədən, həm Ağcabəddəki Kamil təpədən, həmçinin Naxçıvan bölgəsində araşdırılıb Neolit dövrü abidələri, Gəncə Qazax bölgəsində araşdırılıb. Sonra deməli Gəncə Qazaxdan başqa Cənub bölgəsində Təbrizdə araşdırılıb. Bu hissələrdə aşağılarda axtarmalıyıq təbii ki. Qobustanda araşdırılıb və bildiyimiz kimi Qobustanda həyat bilirik ki, mezolitdən başlayıb, amma Qobustanda həyat 10 min ildən artıq davam edib deyə, həmçinin Neolit dövründə abidələri hesab olunur. Sonra, deməli, erkən Tunc dövrünə aid Qazaxda Baba Dərviş, Xaçmaz, xəritənin Xəzər dənizi tərəfindəki qutaracağında Xaçmazdır, qərb tərəfdə qutaracağında isə Qazaxdır. Qazaxda erkən Tunc dövrünə aid Baba Dərviş, Xaçmazda Sərkərtəpə, Naxçıvanda 1-ci Kültəpə abidələri ayrıca ibadət evlərinin aşkar olunduğu ərazilərdir. Orta Tunc dövrünə aid isə, deməli, Naxçıvanda 2 abidəni qeyd edə bilərik. Biri 2-ci Kültəpə, Oğlanqala, Qarabağda gördüyümüz kimi Üzərlik təpə bu hissədədir. Həmçinin Naxçıvanda dedik, Oğlanqala, 2-ci Kültəpə, Qarabağda Üzərlik təpə. Bir də Göytəpə, Urmiya ərazisindəki Göytəpədən gedir söhbət. Buralarda bilirik ki, təbii ki, axtaracağıq Urmiya göl ətrafında. Bunlar ilkin şəhər mərkəzləri hesab olunan, yaranan ərazilərimizdir. Yenə bir dəfə baxarıq. Son Tunc dövrünə aid kurqanlar, ictimai və sosial bərabərsizliyin dərinləşdiyini göstərən kurqanlar araşdırılan, tapılan ərazilərimiz Oğuzda Kərimli kurqanıdır. Bir də Qarabağ ərazisində burada Xocalı kurqanı yerləşir. Gördüyümüz kimi Xocalı ərazisində həmişə çox var idi bu kurqanların yerləşdiyi ərazilər, indi azaldıblar. Gəlib müasir xəritə üzərindən əgər verilərsə müasir xəritədən də bir dəfə baxırıq. Bir dəqiqə. Müasir xəritədən də baxaq. Məsələn, buradan baxa bilərik. Müasir xəritədən, məsələn, baxaq hara. Dediyimiz kimi, deməli, Qazax ərazisində göstərmişdik. Bir dəqiqə. Deməli. Məsələn, Qazax ərazisini göstərsək, biz
Qazaxı 70-də axtarırdıq. Bildiyimiz kimi bu qutaracaqda paleolit dövrü abidələrindən Darsalahlı damcılı mağaraları yerləşirdi. Sonra Lerikdə Buzeyr mağarasını bu hissədə axtarırdıq təbii ki. Naxçıvanda Qazma mağarası idi paleolit dövrünə aid. Mingəçeviri burada axtardıq. Qaraca düşərgəsini, Lerikdə Buzeyri dedik. Kəlbəcərdə Zar mağarası bilirdik. Sonra Qarabağda Azıq Tağlar mağarasını təbii ki bu hissədə axtarırdıq. Sonra deməli başqa nə qaldı? Qazaxda Darsalahlı damcılını dedik, Naxçıvanda Qazma, Qaraca, bunlar paleolit dövrü abidələri idi. Sonra baxsaq müasir xəritə üzərindən nəzərdən keçirək dedim. Deməli, bax bu Xaçmazdakı Sərkərtəpədir. Qazaxda erkən Tunc dövrünə aid Baba Dərviş abidəsi var idi. Naxçıvanda 1-ci Kültəpə. Bunlar ayrıca ibadət evlərinin aşkar olunduğu ərazilər idi. Son Tunc dövrünə aid deməli dediyimiz kimi Xocalı kurqanı var idi. Bir də Oğuzda Kərimli kurqanı ictimai sosial bərabərsizliyin dərinləşdiyini göstərirdi. Həmçinin dedik ki, Qobustan bax, müasir Qobustan başqa ərazidir. Biz qədim Qobustan ərazisini bu hissədə axtarmalıyıq, çaşmırıq. Qobustan abidələri bu hissədədir. Bildiyimiz kimi Qobustanda hətta Eneolit dövrünə aid Ofsun totem mərasimlərinin keçirildiyini göstərən rəsmlər də aşkar olunmuşdu. Neolit dövrü abidələri də bu ərazidə tədqiq olunmuşdu. Sonra Orta Tunc dövrünə aid dedik ki, ilkin şəhər mərkəzlərinin yarandığı ərazilər, deməli Üzərlikdəpə bu ərazidə idi, 2-ci Kültəpə, sonra Oğlanqala Naxçıvanda idi. Bir də Urmiyada demişdik, bu ərazidə təbii ki, indi göstərə bilmirik, cənub düşməyib. Urmiyada da Göytəpə idi. Bəs Tovuzdakı Göytəpə hansı dövrə aid idi? O Neolit dövrünə aid idi. Tovuz bax bu hissədir. Tovuz bu hissədir. Elə bil ki, yuxarısı ürək formasında olan Gədəbəydir. Belə yadda saxlayırıq. Bu göl tərəfdəki və onun üzərindəki bax o ürəyin içərisinə daxil olanda olacaq Tovuz ərazisi. Tovuzdakı Göytəpə, bir də bax bu Ağdamın, dəniz ulduzuna oxşayan Ağdamın sağındakı da Ağcabədidir. Ağcabəddəki Kamiltəpə hansı dövrə aid idi? Onlar Neolit dövrüdür. Bir də baxırıq Tovuzda Göytəpə, Ağcabəddə Kamiltəpə, həmçinin digər bölgələrimizdə də araşdırılmışdı. Neolit dövrü Naxçıvanda, Gəncə Qazaxda, Qobustanda, Təbrizdə Neolit dövrü abidələrinə rast gəlinmişdi. Bir də son Tunc dövrünə aid Gədəbəydə bildiyimiz kimi kurqanlar var idi. Gədəbəy bu ərazi idi. Naxçıvanda Çalxanqala, Gədəbəydə Arıqdan siklopik tikilləri, daha doğrusu siklopik tikilləri aşkarlanmışdı. Çalxanqala, Gədəbəydə Arıqdan siklopik tikillərdir və bu siklopik tikillər Azərbaycanın qərb bölgələrində 100-dən artıq aşkarlanmışdır. Deməli, bir də Xocavənddə bildiyimiz kimi müdafiə divarı olan Nərgiztəpə var. Tunc dövrünə aid. Onu da təbii ki, göstərdiyim ərazidə axtara bilərik. Məncə elə bir şey qalmadı. Dedikcə, yeni yadıma düşərsə deyərəm. Deməli, qaydaq bu xəritəyə. Məsələn, bu xəritəyə baxsaq, erkən dövlət qurumlarının yerləşdiyi ərazi Kutilər bildiyimiz kimi Urmiya gölünün cənub-qərbində idi, Lullubilər cənubunda idi, cənub-şərqində Aratda bu hissələrdə idi, Turukkilər də cənubda idi, bildiyimiz kimi burada axtarırıq. Bunlar elə də çətin deyil. Sonra baxaq görək başqa hansı xəritə var burada. Deməli, bildiyimiz kimi ilk dövlətimiz Mannadır. Mannanın cənubda mövcud olan Atropatenanın paytaxtını Urmiya gölünün aşağı qurtaracağında axtarırıq təbii ki və bundan sonra da bizə demək olar ki, başqa ərazi deməli təqdim olunmur xəritədə. Sadəcə son nöqtə kimi yadımızda saxlayırıq. Qonşuları bildiyimiz kimi cənub-şərqdə Midiya idi, Aşşur idi. Daimi ittifaqda olduğu demək olar dövlət müəyyən vaxtlarda ittifaqdan çıxsa da düşmən dövlət olan Urartu isə bu hissədə yerləşirdi. Bunlara ümumi tarixdən bir də baxacaq. Sonra gəlirik Azərbaycan ərazisinə. Eradan əvvəl 7-ci əsrin birinci yarısında köç edən tayfaların məskunlaşdığı ərazilər. Bilirik ki, hazırda qeyd olunur ki, Azərbaycan ərazisində mövcud olan İskit şahlığı Kür çayından başlayaraq cənubda Mannanın şimalına qədər də görürük. Mannanın şimalına qədər gəlmişdi. Bu ərazilərdə yaşayırdılar. Çox geniş bir ərazilərdir. Kaspilər bildiyimiz kimi bax bu ərazidir. Sonra bura Kaspiyana vilayətinin ərazisi kimi də qeyd olunur, bildiyimiz kimi. Eyni ərazidir.
Sonra bu xəritədə biz Albaniya dövlətinin vilayətlərini görə bilərik. İndi gələn dərslərimizlə tanış olacağıq. Birinci biz Kür çayının adətən sağ, sol sahilini təyin etmək biraz çətin olur şagirdlər üçün, əksər şagirdlər üçün. Deməli, onda özümüzü sanki bax bu Kür çayının bu hissəsində, bu axarlarında dayanmış vəziyyətdə təsəvvür eləyirik və görürük ki, bizim deməli sağ hissə onda bax olacaq. Bu hissə bu tərəf, cənub tərəf, sol hissə olacaq isə yuxarı tərəf. Ona görə də bizə indi hazırda verilir sağ sahildə, sol sahildə yerləşən vilayətlər, məsələn sağ sahildə deyildi Arsaq, bircə dəqiqə Arsaq, Utidə bu ərazidə idi. Sonra Paytakaran, Sunik yerləşirdi. Sol sahildə isə Gürcülərlə sərhəddə olan Kampsena, sonra buradakı Lipina, Şəki, Qəbələ, bu Dərbənd olan hissədəki çol ərazilərini deyə bilərik. Hətta biz deyirdik ki, şimaldan olan yürüşlər səbəbindən Albaniyanın paytaxtı Kürün sol sahilindən sağ sahilinə köçürülmüşdü. Yəni bu Qəbələdən əvvəl sol sahildə idi, sağ sahilə Bərdəyə köçürülmüşdü. Bərdədə rahat tapmaq üçün bax bu Tərtər çayı bizə ipucu ola bilər. Tərtər çayı üzərindədir. Kür və Araz çaylarının qovuşduğu ərazidə isə biz Beyləqanı, qədim Paytakaranı tapa bilərik. Aha, bu bizə şimalda yaşayan Naxç və Gərgər tayfalarının yaşadıkları ərazilərini göstərir. Əraziləri bildiyimiz kimi. Aha, deməli bu ərazilər bildiyimiz kimi Mil Muğan düzləri idi, Mil Qarabağ düzü, Naxç və Gərgər tayfaları burada idi. Bayaq da göstərdik. Kutilər Urmiya gölünün cənub-qərbində, Sular, Turuqqilər cənubunda idi, Arat da cənub-şərqində mövcud olmuşdu. Lulubilərində cənub sərhəddini göstərir burada. Diyala çayına qədər gəlib çatmışdı. Kutilərinki bilirdik ki, Urmiya gölünə, İran körfəzinə qədər uzanırdı. Aha, burada elə bir şey qalmadı. Bildiyimiz kimi, bayaq dediyim kimi, qeyd etdiyim kimi, cənubda mövcud olan dövlətlərimizin Manna və Atropatenanın paytaxtı bizə asan təyin olunacaq. Çünki ərazidə başqa demək olar ərazi verilmir. Məsələn, Qazaka son nöqtə kimi bax görünür. Burada başqa yaşayış məntəqəsi qeyd olunmur. Bayaq qeyd etdiyimiz kimi, Neolit dövrü abidələri həm də Azərbaycanın cənub hissəsində aşkarlanmışdı bildiyimiz kimi. Təbriz yaxınlığında. Sonra Urmiya ərazisində isə demişdik ki, biz deməli Orta Tunc dövrünə aid Göytəpə yaşayış məskəni araşdırılmışdı ilkin şəhər mərkəzi kimi. O da buradadır. Gələcəkdə xəritə üzərindən bir çox ərazilərə baxacağıq. Məsələn, Xoy Səlmas. Yadımıza salaq görək bizə nə deyirdi bu Xoy və Səlmas? Hansı dövlətin hücumlarına müqavimət göstərmişdi? Yaddaşımızı təzələsək, Səlcuqlar olacaq. Bugünlük bu qədər. Yadımızdan çıxan şeyləri ümumi tarixdən qədim dövlətlərin izahında əlavə edərik. Diqqətinizə görə təşəkkür edirəm.